Herkese salam dostlar. Deməli, dünən dediyimiz kimi əslində şarkı qızlar amma məndə bu kompleks bunu deyəm. İndi kameranı çıxarıb xərbər çıxırıq. Neyse, Kargoya da geçmişik, gəlmişik. İndi gedirik həkimə, 28-də hal-hazırda. Gedirik həkimə, həkimin adresi çəkəcəm, paylaşacaq. Sizlə nömrəsini istəsəz verəcəm. Haqqında da biraz məlumat paylaşacaq. Oradan da çıxanda bir planımızın alınsa eləyəcək. Gəldik, çatdıq qızlar, Pəröndür. Gəncəli Plazanın düz yanıdır bu. Bakın, Gəncəli Plaza. Oradan gəlirik. Bura. Taksidə endokrinoloji mərkəz çıxanda adətən sizi başqa yerə aparır. Elə Gəncəli Plaza yazıb düz yanına gəlirsiniz. Gedirik ən sevdiyimiz həkimimizin yanına. Gəldik, hər vaxtına düşdük. Dedilər, saat 2-də gəlin. Bir də baxdıq ki, rahat bir 40 dəqiqə var. Burada qızlar hansı tərəf gedir? Ağşəhər tərəfdə. Kredis Molazada yaxındır. Hə. Buradakı bu Tomsovet tərəf gedir. Hə, Tomsovetin yanı. Tomsovet tərəfi var. Paris Presi var, bir həkim tərəf. Buranın sevdiklər, lançların sevilirsin, meyvələrin sevilir. Dedik gələyək, orada gözləməkdən sonra oturaq, burada gözləyək, bir çay çək. Fərvin profili çəkməli artıq rahatdır, çəkisi geri qayıtmıdır, özünə prosan sifariş edir. Amma mən artıq pəhlizdəyəm, profilini içirəm, ona görə də qətiyyən iştahım yox, dayanırəm bu dəqiqə. Allah'ın olsun, 1 gram belə şey. Günlər çəkisində fərq var idi. Bir də qızlar, bilirsiniz də, mən əvvəl başladım onu, sonra dayandırdım. Başlayandan, yəni attığım çəkini geri qaytarmadım. İndi o qaldığım yerdən davam edirəm. 2 gündür içirəm artıq, 1 kilogram gedir. Krosanı da çəkib, gel mən çəkim sənə. Əslində mənim sevdiyim fıstıqlı Badamlıydı, sadəcə badamlı yox. Onu bilmirəm, baxmaq istəyirəm. İçində fıstıq axtarır Fərvin. Bax. Amma yəni kaloridi də qızlar bildiyiz, yəni az kalori də deyil. Badamlı qədər var yoxsa yox? Yoxsa badamlı qədər? Çox şeyinci. Doğrudan. O deyəcək krema deyil. O sadəcə əzməsini qoyurlar, amma bunlar çəkisini əlavə edir. Qızmağı məktədə bu səydən vanilya götürəm, öyle. Qız dedi, vanilya daha çox alır. Heç deyil, amma çox şirindir. Heç də. Pəhrizdə də tərəvəzə çox meyvə eləməliyik. Kələm, pomidor, xiyar, qırmızı kələm, ağ kələm, kavaçki, sonra biber, badımcan, lobya, indi yazdır, göyərdir. Nə qədər çox insan o qədər yaxşı. Az tez. Sonra ikinci idman, mütləq, əyilmək, durmaq, məsafə qət eləmək. Gün ərzində yürüyüş 10.000 addım 5 kilometr. Bax, bunları eləyirsən, ertraksinimizi qaldırırıq 100 mg-a hər gün səhər yeməkdən qabaq. Bir də alfa-xron və ya xronları qəbul edirsən. İnşallah bir də gəlirsən mənim yanıma, haradasa 3 aydan sonra. İyun istidə. İstidə adətən biz kəsirik interaksiya. Bir yoxlanışdan keçərəm. Yoxlanışdan keç, amma 584 idi, sonra hələ bir dəfə, hətta yadımda da 600-ə də çıxdı. Hə, doktor. 600-ə də. İnsülin dirənci hamı əziyyət çəkib çox, yəni nüşabə doktor kimi onu müalicə edən. İnsülin dirəncin çox idi. Çox idi doktor. Bir arada çox siyafor qəbul edirdi, amma indi deyəsən kəsmişik onu. İnsülin dirəncin çox idi, indi normaya düşmüşdür. İnşallah Allah buyursa, bunları elə sonra bir də gələrsən yanıma. Qızlar, doktorun çöldə həddindən artıq çox xəstəsi var dediyini istəmədim çox vaxtı geçsin. Nüşabə Hüseynovadır, həkimin adı. Yəni zor üzrə, şəkər üzrə nömrə 1-dir, xəstəxanada da çəkdim. Yəni hansı o rayon olmasın ki, o doktorun qəbuluna gəlməsinə. Heç bir Instagram səhifəsi falan, heç bir sosial şəbəkədə yoxdur. İllərin həkimidir, yəni düşünün mənim qaynatamın neçə yaşı var, onun belə həkimi bu doktorda artıq illərdir ki, yəni çox savadlı. 20 ildir, 30 ildir ki, bu doktorun nəzarəti altındadır. Yəni savadlı həkimdir də, hansısa reklamın gücü ilə, hansısa səhifəsi də yoxdur. Heç nəyə ehtiyacı da yox. O bir Moğol Dəli Baba həkimlər, bax elə bir şey. İnandırım sizi ki, bax çox ağzı xəstə doluydu. Çox vaxtını almaq istəmədim. Bunu çəkməkdə məqsədim bilirsiniz nədir qızlar?
nə olursa olsun, nə belə deyim, istifadə edirsinizsə eləyin. Vaxt istəyirsiniz bütün günü ac qalın. Fərqi yoxdur. Əgər sizdə hormon, insulin yerində deyilsə, yəni əziyyətiniz hədərdir də, fərqi yoxdur. Nə etsəniz də əziyyətiniz hədər gedəcək. Mütləqdir ki, əgər bu problem sizdə varsa, yoxdursa da, çəki ata bilmirsinizsə, gedin yoxlanın. Həkimlərdən keçin. Və yoxsa belə heç bir şeyin sizə təsiri olmayacaq və içdiyiniz heç bir vasitənin, etdiyiniz heç bir idmanın, mən bir ara idmanımı da edirdim və doktorun nəzarətində bir ara buraxdım nəzarəti. Doktorun nəzarətində idmanımı edirdim. Nə adi bir dənə belə deyim, çox su içməyim belə məni arıqladırdı və düşünün. Amma arıqlayırdı belə. Amma bu vəziyyətdə Hormon yüksək olanda olur. İnsülin dirənci. Gedir, çəkim. Amma çox qram-qramda belə əziyyətlə gedir. Bu arada xəra keçirindən keçirir, çox relax, belə olmalıymış kimi. Dedi svetofor mu Hə, demək, onu demiyorum, çəkilişlə keçir. Hə, demək istədim odur ki, ən vacib özünüzə nəzarət edin. Sağlığınıza nəzarət edin. Bu problem varsa, üstünə düşün. Mən belə bir çox xanımlar tanıyıram ki, zobu var, elə də gəzir, heç bir dərman qəbul etmir. Amma Xərçəngə yolda olur. Xərçəngə qədər aparıb çıxardır. Ondan əlavə, yəni, ya həddindən artıq çox arıqlama verirsiniz, quruyursunuz, günü gələr. Zob elədir. Əgər zəhərli zobsa arıqlayacaqsınız, həddindən artıq, çox arıqlıq da bilirsiniz ki, yaxşı bir görüntü deyildir xanım üçün. Tənbəl zobdursa mənimki kimi kök eləcəksiniz. Yəni heç nə götürəcəksiniz. Heç nədə də içdiyiniz sudan yapın. Amma o ki, həkim nəzarətə salır məni qızlar. O vallahi deyirəm, içdiyim limonlu su belə məni əridir. Yəni o dərəcədə sürətli bir şey. Metabolizma çox güclənir. İndi doktor mənə dərman yazdı. İstəsəz o dərmanı da sizlə bölüşərəm. Belə deyim də, mənim kimi problemi olan hamı istifadə edə bilər onu. Yoxlanıb atsanız daha yaxşı olar, amma yenə də mən zobun daimi bir dərmanını baxıram. Onun da faizini qaldırdı ki, çünki hormonlar yenə qalxıbdır. Antidepo yüksək. Eyli baxıb ki, nəzarətdə deyildim. Nəzarətə də gəlməyəndə belə olurdu. Nəticəsi biliyoruz. Lazımdır ki, iş güc deyirik, valla ortada canımız gedir. Bu sözünə baxın, həkimimi də çəkdim sizə. İnan ki, ən çox insan zobdan çox insulin dirəncinə Doktorumun nömrəsini yerləşdirəcəm burada, bax belə yazacağam. Adresi dediyim, baxın, təşəkkür eləyəsiniz də Leylaya. Gəldi bir dənə çevir kameranı çəkdərim. Baxın qızlar, Hilton oteldir, bu tərəfi çək. Dom Sovet bura. Gəldi, Dom Sovetdən düz qabaq, düz düz gedirsiniz, heç yerə dönüb eləmirsiniz qızlar. Dümdüz gedəcəksiniz, düz xəstəxanada adını çəkdim. Gəncəli plazanın yanında Nüşabə Hüseynova. Endokrinologdur özü. Bəli, yəni ən güclü, ən bir nömrə həkimdir. Bugünə qədər heç kimdə sonu reklamını görə bilməzsiniz. Bu da reklam deyil. Mən artıq elə bilirəm ki, mənim öz doğuma belə deyim də bir ailəmizdən bir böyüyümdür, bir əzizimdir. Çünki neçə ildir o məni belə əlində belə saxlayır nəzarətlə. Bütün bizim xalam qızları, mən bütün ev qoxum, əqrəbəm hamısı bunun yanında. Məndə olan problem hansı kənddə varsa, üzr istəyək ifadəmə görə bu hissəsi belə bocuqadır. Hamı da görmüşəm. Bəli. Amma hamı mənə belə deyim də, qızım, mən kamera önündə belə deyim də, evdə şu an boş geyinirəm. Amma belə normal geyim mən geyinəndə hamı elə bilir ki, mənim bədənim əməliyyatdır. Yəni maşallah olsun. Nə bir damcı qarnım var, nə bir damcı yumruğu deyilən boçqa görüntü məndə var. Onun da mən hamısını Nüşabə doktora borçluyam. Çünki Nüşabə doktor mənə daimi nəzarətdə saxlayır. Şimdi için təşəkkür eləyəsiniz. Bəli, daimi mənə nəzarətdə saxlayır. Yəni qoymayıb o görüntünü alan, zobu olan hər kəsin saçı keçəl qalır, dərisi qırışır vaxtından tez. Nüşabə doktorun sayəsində ümumiyyətlə mən elə bir heç bir xəstəliyi daşımıram. Küləyin səsindən səsimiz eşidilməyə bilər. Nəysə qızlar, videomu burada dayandırım. Gedirik indi. Hara gedəcəyimiz indi əgər alınsa çəkəcəm. Alınmasa da içinə də növbəti plana. Plandan bir plana gedik. Önümüzə axlıqda gedik marketdən. Salaqda vanyandan aldım, təhliyəliyəm. Daha doğrusu içinə gedik. Ona görə fürsət deyib yüngül elədiyim ki, dağlanıram ki, rahat çəkin başlasın düşməyə. Yay gəldi, yayda mən sevirəm belə qəşəng rəhli geyinməyi. Gedirəm salat düzəldim, çəkəcəm sizə. Mama da qəşəng lobiya bişiribdir. Yəni demişəm zeytun yağında eləyibdir, lobiya yanında da salat. Resepti görüşəcəm sizlə. Kurasan yeyib gəlib üstünə salat yeyib. Nə deyim?
Əzizim o Arıqladıqsa Allaha qayıdıb kökəlmir, necə bir şeydir. çəkim yəni belə deyim də, siz necədir qızlar? Çəkim artmır. Atmır, yox. Yəni başa düşdünüz? O əvvəl çox adamız deyib tutorial nəsə eləyəndə artar. Qoy onu da dünyatmı. Çünki Pərvin onu sabitliyə dayandırdı da birdən-birə dayandırmadı. Məsələn, deyirəm, ara-ara içdi. Yəni birbaşa həbsi arıqladım, buraxım el eləmədi. Risk olsa kəsərdə o... Ara-ara içdi, indi vallahi neydi. Amma axşamlar yemir Pəriş. Onu da deyim. Axşamlar qətiyyən yemək yemir, ağ çörəkdə yemir. Yəni şirniyyat yediyinə baxmayın, ağ çörək yemir. Naz, nə oldu bir dəfə? Ağ çörək yedim, yalnız ağrıdan ölürdüm. Yediyinə şahlar istəyir, dondurma olmuşuq. Salatları hazırlayanda davam edəcək. İzləmək. Deməli qızlar, salatımızı ilk öncə hər birini soyutmalıyırsınız. Mikrofonumu götürürüm. Bura qoyuram ki, Instagram üçün də video çəkəcəm. Asimer olanda səsi yaxşı çıxsın. Hər birini soyutmaladıq deməli. Deməli kökdür, yumurtadır, döşət üstündə lazımdır qaynayır. Yaşıl mərciməkdir. Bu yaşıl mərcimək çox qəşəngdir qızlar. Həm toxludur, həm də full protein deposudur. Bu idmanlarda falan içirdirlər süni protein. Bu təbii protein yeyirsiniz. Budur döşətli yumurtanın hamısı təbii proteindir. Yəni bu salatı yeyib də çəki almanız kimi bir mövzu ola bilməz də. %100 bunu yeyirsiniz, arıqlayırsınız. İndi doğrayacağım hər birini içərisinə. İçərisinə sosunu da çəkəcəm, nə vuracağım sos olaraq. Qarğıdalı da gedəcək, göyərti də gedəcək. İndi əlavə elədikcə bir-bir göstərəcəm. Detaylı da düşsün sizlərə də, yəni fikir olsun ki, pəhrizdəsizsə, əgər dadlı bir salat istəyirsinizsə, mayonezli salat yerinə belə bir salat seçim eləyə bilərsiniz. Gündəlik artıq pəhrizdəyəmsə, fərqli salatlar eləyəcəm. Çatdırdığım qədər də bölüşərəm sizinlə. Don saxlar. Yumurtanın sarısını çıxardın, elə doğrayın. Bir dolanda belə sarısadan vurur. Sarısını da eləyə bilərsiniz istəsəz, amma ağı, saf protein ağındadır, sarısı zilaldır. Bir də Pəriş demiş, yumurtanın sarısı həmişə pəhrizdə olanda belə vurur insanı. Bir də pəhriz salatlarını xırda çalışın doğramayın, iri doğrayın ki, tərkibindəki vitaminlər ölməsin. Döşədiyimizi diddik qızlar. İndi mərciməyimizi əlavə edirik. Qeyd edeyim ki, yaşıl mərcimək qırmızı mərciməkdən dadlı olur. Və dediyim kimi proteindir. İndi gətirib qarğıdalını, kahını və şüyüdü də əlavə edib sosu hazırlayacağım. Onu da çəkəcəm, baxarsınız. Qarğıdalını da əlavə elədik qızlar. Qaldı sosumuz. Bunun elə ən puf nöqtəsi elə sosun özüdür. Sosu da hazırlamaq üçün lazımdır bizə qatıq, lazımdır bizə xardal və turşu xiyar. Sos üçün qızlar turşu xiyar da lazımdır. Bir dənə turşu xiyar bəs eləyər. Turşu xiyar biz mağazadan almışıq. Öz düzəltdiyimiz turşu xiyardır. Aça kəsdim, yedim, çox dadlıdır. Doğradıq, tökdük buna. Üzərinə digər sosluq məhsulları da əlavə edib qarışdırıb salatın üzərinə hərləyirik və işləm tamamlanır. Və taxtanı götürüm gəlirim. Bunun içərisində xama gedir. Xama üçün mən Millanın 20%li xamasını almışam. Yəni bilirsiniz ki, xamanın yağları da olur. Maksimum yaxşısını aldım. 15% də var, amma o çox belə turş olur, qəribə dadı olur deyə onu almadım. Millanın bu 20%-sini aldım. 3 çay qaşığı da qızlar, 3-4 çay qaşığı da. Mən ikisini tökmüşdüm Instagram üçün çəkəndə. Birini tökdüm, sonuncunu da tökürəm. Qatıq gedir xama ilə bərabər. Bir çay qaşığı yarımda qızlar xardal oldusa bəsdir. Bunun duzunu, üstiyotunu zövqə görə yəni edirsiniz də. Zövqə görə kim necə istəsə elə də edə bilər. Yəni inanın ki, mayonezdən dadlı olur bu. Mayonezli salatlara bilirəm hamımız öyrəşmişik, amma pəhrizdə bilirsiniz ki, mayonez olmaz. Mən qızlar sosa acca pul biber də əlavə elədim. Çünki pəhrizdə bilirsiniz də pul biber piyləri necə yandırır.
Duzu üstü özünüz zövqə görə kim nə qədər istəyirsə o qədər əlavə eləyə bilər. Bu qədər qızları qarışdırırıq və salatımız hazırdır. Dediyim kimi duzunu da özünüz istədiyiniz qədər azaldıb çoxalda bilərsiniz. Salatım hazırdır qızlar. İndi Pərvinə də dadızdıracağam, düzünü desin mənə. Bax, Pərvin sən Allah bax. Bu sən eləyəsən dadlı olmayan. Yəni Leylan həqiqətən də əlindən əl dadı deyirlər ha, o var. Sən bax bacı. Yəni çox dadlı eləyir yeməklərdə Hər bunu pişirən. ilk dəfə dadıram. Mən yemişəm. Mən çünki pəhrizdə olmağım çox olub. Necədir? Mayonezdən seçilir, seçilmir. İndi mən onu dedim. Mayonezdəki ilə dadlıdır. Qətiyyən seçilmir. Yəni Əllərindən o bəzən çox elirlər dadlıdır. salat pəhriz üçün iyrənc qatığı tökürlər içinə. O heç dadlı olmur qızlar. Elə salatdan, elə pəhrizdən tez bezərsiniz. İçərisinə xamba mütləq olmalıdır. Xardal mütləq. Xardal onsa kalorili bir şey deyil. Əksinə yağ yandıran bir şeydir. Ona görə çalışacağam belə fərqli-fərqli. Əgər pəhriz saxlayan varsa, mən də bugün həkimə getdim. Digər müalicələrimi də artıq aldım. Kofemə də başlamışam. Pəhrizimə də başlamışam. İndi görün, inşallah 15 gün sonra nəticəni hal-hazırda 86 kiloqramam hal-hazırda. 15 gün sonra baxarsınız, görərsiniz. Tərəziyə çıxıb nəticəni çəkəcəm sizdən. Görün bu qız bu pəhrizlərdən dadlı yeməklər yeməklə nə sürətlə arıqlayacaq. Təbii ki, kofein də sayəsində, müalicənin də sayəsində. Bilirsiniz qızlar, müalicə almasam kofein də içməyi mənim üçün heç bir əhəmiyyət olmur da. Kofe yox, nə içirəmsə içim, əksinə kökəlirəm. Ona görə müalicə önəmlidir. Gedək biz də yemək, bunun yanında da lobiya bişiribdim, amma indi onu da çəkəcəm. Gedim lobiyanı da çəkim, yeməyim, yeyim, bizə nuş olsun, güzel. Axşamları belə olanda artıq isti havalarda ya Pərvinlə biz səhər sübh çağı tezdən saat 7-də durub yürüyüş edirik ya da belə axşamları düşüb yürüyüş edirik. Yürüyüş eləmişkən də dedik burada bolmaq var 9-da qalanlar bilər. Bolmaq var, böyük marketlərin də saat açıqdır. Gedək oradan Pərvinin ürəyi 1-2 meyvə istəyir. Görək varsa əgər alar. Sonra da yürüyüş eləyirlər. Qayda çıxanda çıxasa qoşmaz yol bizim. Yox, bunlar baxmıyor. Yox, bizim bizə bax. Sonra da dedik, qayda çıxarıq. Sonra da qayda çıxarıq ambara. O arada müştəri o qaşıq sifarişləri artıq maşallah oldu. 70% indirim. Qaşıq sifarişlərimizi yığacaq. Birini də sizə nümunə üçün çəkib vlogumuzu sonlandıracağım inşallah. Bu qələmi trend oldu bahasına satılır. Şimdi sonuncusunu götürdük. Olmaq mağazalarında var ama necə qələmdir bu? Deməli, gecə qaranlıqda işığı yanır. Bilmirəm, istiyə verəndə silinir. Bir də bu hissəsində pozanır. Elə pozur, bizdə qabaq pozan kimi deyil qızlar. Bura 24 saat açıqdır. Lan əşyalar, ev əşyaları. Çox qəşəng. Qabaq biz alırdıq Levşərində də. Ay, qəşəngdir. Çox qəşəngdir. Qazanmaq yoxdur, mən bir balaca qazanmaq sevirəm. Burada. 2 manat 99 qəşəng. Bu qablar da qəşəngdir. Burada da indirim var. Kasetləri, düşüb 12, quşbaqda. Bax, düşüb inşallah. İçiləri nə gözəldir, onlarda da. Dəst şəkildə. İkili də? Üçü də? Yox, qəşəng. Bunlar da qəşəngdir, bax. Ay, bunlar da qəşəng, Leyla, bax. Mavilərə bax. Nə qəşəng? Hə. Baxın, belə. Set yoxdur axı bacı buradan. O tərəfdən olmayacaq. Düşdüm ki, bunlar da indirmə düşüb 3 manat 49 qəpik düşüb. Babıcı, 1 manat 99 qəpik düşüb. Bax, Leyla, bu şeylər, kəsalar nə qəşəngdir. Əlona bax, çiçəkliyə. Çox qəşəng. 1 manat 99 qəpik düşüb. Ərişdə, kifdə, nə bilsin, qaynar duyğun. Qəşəng qiymətlər Allah. Bu kapron da mı? Bax, bacı, burada belə çaşqalar var. Ay, bunlar nə qəşəng. Orada çaşqalar indirmə düşüb 5 manat qəpik. Bax bunlara, mən bunları çox sevirəm. Mən bunlardan istəyirəm. Bax, mən bunları çox sevirəm. Hə, mən bunları beğendim. Haçan almaq istəyəm posta? Burada da baxın görün. İnan, burada olmaz mı? Burada iqruşqalar da olacaq. Yoxdur, burada bunlar da qızın Oyuncaq. formasında da olsa. Bu nə filmdir belə? Bax, indirimlər. Kərimin sevdiyi karakterlər. Təsəvvür edirəm ki, bura onlarla gəlmiş. İnan ki, çıxa bilmir ki. Hətta təsəvvür edə bilməm. Yardım ki, biz bura girəndə onlarda 1-2 saat rahat burada qalıq. Bax, o nələr var. Bunları qapını da şükür.
şey demirlər, əlində uzun şey, musiqi də sənə tam uyğun. Bu nədir bacı? Çamadanın içində nə var ki? Nə? Ev olur belə, yoxsa nədir belə? Həkim. Bu nə maraqlı su qabları var. Hə. Bunlar nədir bu pandişlər, nədir belə? Bunlar Su qabıdır. Bax. Kərimin sevdiyi karakter, baxın qızlar. Bax budur. Ortada olan. o şey. Simbombino nə bilim nə idi. O deyil. Iron Man. Iron Man, hə. Iron Man. Neyse. Bax bunlar da endirmə çıxıb keçən bunlar da. 25. Pişir endirmə. Endirmə üçün qızlar sədrəkdə Allah haqqı ucuz. Bu. Hə. Onun oxuyanı sədrəkdə elə 13 manat idi. Hə, düzdür. Hə, yadıma düşdü. Biz bunu sədrəkdən alırıq 2 manata falan. Buna bax burada 6 manatdır. 2 manat alırıq biz. Topdan götürürlər buralarda da. Yəni satış güzel. Çıkıyorum gidək. Yoxdur bacım. Yəni qızım, baxın da. Mən bu əri yemək üçün sizcə duz almışam mı, almamışam mı? Almışam təbii ki. Bunu Mən də sevirəm bu da. mən yeganə meyvədir ki, bunu sevirəm də qızlar. Heç bir meyvəni ürəyim istəməz. Nə qədər içməz, amma bundan başqa. Bizə nur. Söz haqqımızı. Vlogu qızlar birləşdirirəm. Deməli bir gün öncə çəkdiyimiz vloqdur. Digəri isə dünənki günün vloqudur. Sadəfə gəlmişdilər bizə. Ləvəngi falan hazırlamışıq. Sadəfə sürpriz qaşıq hazırlamışıq. İndi bu danışığımın ardınca onu yerləşdirəcəm. İnşallah bu günün vloqu da ayrı olacaq. Onu da sabah yerləşdirəcəm. Digər videolara keçməmişdən öncə bir şey nəzərinizə çatdırmaq istəyirəm. Burada yorumlarda bir-iki profil var ki, baxıram fake-dir. Bizim məhsullar üçün yazır ki, siz sədrəkdən gətirmisiniz, insanları aldadırsınız. Nə bilim nə edirsiniz falan. Yox, sizi sədrəkdə görmüşəm. Biz sədrəyə getdiyimizdə damırıq. Sədrək pis bir yer deyil. Mən sədrəyi o qədər çox sevirəm ki, evimizin bütün əşyalarım, uşağımın bütün oyuncaqları, bütün videolarımda vlog çəkəndən bu yana hər dəfə vurğulayıram ki, mən uşaqlarımın bütün oyuncaqlarını sədrəkdəki Super Toys-dan alıram. Çünki orada qiymətlər uyğundur. Yəni şəhərdə çox bahadır, almıram. Orada uyğundur, oradan alıram. İstər özümüzə lazım olan hər hansı bir əşya olsun. Məsələn, sürpriz qaşıq üçün o orqanayzer dəmirlərdən lazım oldu. Bütün bazarı gəzdik, axtardıq, onları tapdıq. Yəni sədrəkdə bizi görə bilərsiniz. Bu normaldır. Plus bundan əlavə bizim elə belə deyim də ən çox kargo üçün getdiyimiz yer sədrəkdir. Şah kargomuz ordadır, can kargomuz ordadır. Dubaydan gələn bütün kargolarımız sədrəyin içərisində yerləşir. Yəni ola bilərsən sədrək üçün bəlkə də kimsənsə hansısa alverçisən, belə deyim bizlə rəqabət aparmaq istəyən də apara bilməyən. Hansısa alverçisən, sədrəyə mal vurmaq üçün gedirsən, elə bilirsən ki, hamı elə gedir. Kargolardan yəqin ki, başın çıxmır da, bilmirsən hansı kargo harda yerləşir. Mal vurmursan axı, gedirsən ancaq o sədrəyin də qızlar pis var, bu yerli istehsalı satan yerlər ortalıqda, onu yəni hamı görür, hamı tanıyır. Burada nə var ki, var da ki, bu qab-qacaq satan yerləri, nə bilim, uşaqlara oyuncaq satan yerləri, Kərimin maşınına qədər, velosipetinə qədər, hər şeyinə qədər biz gedirik. Xalça satan, yəni sədrək balaca bir yer deyildi. Adı sədrək deyəndə elə deyirsiniz ki, hə sədrək malı nə deməkdir, bilirsiniz heç. Yəni sədrək o demək deyil ki, ora nəsə sırf getdi kosmetikan orada. Ola bilərsən orada nəsə sədrəyin hansı kənar bucaq yerlərində özü üçün polka qrup yerli istehsal satan kimsəni tapmısan ki, biz tapmışdıq onda Pərvinlə, hətta onu Instagramda da çəkmişdik. Biz YouTube'da indi varıq qızlar, Instagramda illərdir varıq. Mən özümün səhifəm var, şəxsi səhifəm var. Mən sədrəkdə bu xanımın elə bunun kimi alverçilərin alıb satdığı yeri tapmışdım da, Instagramımda elə qısa bir vlog halında onu çəkmişdim də, paylaşmışdım da, fərqləri göstərmişdim ki, bizim məhsulların fərqi nədir, o məhsulların fərqi nədir. Hətta orada bir toplantıya bizim şampunun şəklini belə göstərmişdilər ki, necə olur olsun bu şampunu bizim üçün istehsal eləyin, bu şampunu bizim üçün tapın. Yəni əlində şəkil götürüb gəzən insanlar var idi bütün sədrəyi. Yəni var, bu da var, bunu danmırıq. Allah hamının ruhunu yetirsin, amma bir də bir şey deyən kimi bir çox insanların ağzında bir söz var. Açıq səhifə işlədirsənsə hər şey açıq olmasa, xeyr. Mən icazə vermirəm. Sən nəyəsə fikir bildirə bilərsən, normal tərzdə. Məsələn, mənə məsləhət verə bilərsən ki, hə, bacı, bunu belə elədin, amma belə eləsən daha yaxşı olardı. Amma orada mən şəxsən icazə vermirəm ki, sən mən artıq əksik nəsə yazarsan. Əgər yazırsansa, əgər şər böhtan atmağa çalışırsansa, o şər böhtanın arxasında duracaqsan. Mənim keçmədiyim yeganə şey şər və böhtandır. Əgər biri mənə şər böhtan atırsa, ya onu sübut eləyəcək, o şər böhtanı ki, bu şey olubdur. Yox, əgər sübut eləməyəcəksə, bütün varını, yoxunu satacaq, mənə təzminat ödəyəcək. Yəni bilmirəm başa düşdünüz ya yox və onu da qeyd edeyim ki, əgər mən bu boyda platformaları istifadə edirəmsə, düşünməyin ki, yəni sizi tapmaq mənim üçün çətin olar. Burada artıq əksik yazanları tapmağım 1 saat alır vaxtımı. Əgər burada kimsə şər və böhtan yazırsa, mən onu tapanda o şər böhtanın arxasında duracaq. Əgər sübut eləsə, okey, mən hər kəs qarşısında çıxacağam, üzr istəyəcəm. Yox, əgər sübut eləməsə, onda təzminat davası açacağam o şər böhtan üçün. Bütün nəyə qədər ki, var, yoxu var, hər bir şeyini satacaq, mənə təzminat ödəyəcək. Yəni mən ona xoşuna gəlmir, şəxsən mən belə düşünürəm ki, mədəni insanlar bir insan xoşuna gəlmirsə, onu izləməməlidir.
Xoşuma gəlir izlə, xoşuma gəlmir izləmə. Burada nə var ki, yəni xoşuma gəlməyən bir insanı niyə izləyirsən ki sən? Əgər bu insan sənə xoşuma gəlmirsə, bu insan hər hansı bir şey sənə keyfiyyətli gəlmirsə, izləmə də onu. Burada nə var ki, niyə izləyirsən ki? Yox, əgər izləyirsənsə deməli bir nəsə maddi marağın var. Okey, izlə, öz maddi marağın üçün izlə. Amma sən o haqqı vermirəm ki, girəsən orada artıq əksik nəsə yazasan. Yazacaqsansa arxasında da duracaqsan. Okey? Yenə deyirəm, məni xoşu gələnlər Allah hamınızı var eləsin, izləsin. Kimisə xoşuna nəsə gəlmirsə buradan sakitcə izləmədən çıxsın, artıq əksik yorumları da götürsün, saxlasın özünə. Yəni mən burada hər hansı bir artıq əksik yorum görsəm, onunla bağlı siz cavab verəcəksiniz, biləsiniz. Yəni o açıq səhifə işlədən hər şey açıq olmalıdır deyə bir şey məndə yoxdur. Yəni burada belə deyim, mən kommentləri bağlasam hər kəsə bağlanacaq o kommentlər. Açıramsa da hər kəs diqqətli olacaq. YouTube platforması digər platformalar kimi deyil. Yəni ehtiyatlı olun. Elə eləməyə ki, tapın, burada kamera önündə hər kəsdən üzr istədim sizə ki, bu şəri və böhtanı atdım əsassız bir şəkildə və buna görə də bəli, keyfim istədiyi üçün, yaxud da paxılam deyə, qarnım götürmür deyə və yaxud da alverçiyəm, sədrəkdən satıram. Lolanda sədrəkdən görən kimi elə bilirəm, o da oradan satır. Keyfimə yerləşir, belə deyirəm, onu deyə bilmərsiniz. Sən əgər normal birisənsə, normal alverçisənsə, normal bizneslə məşğul olar, alverçi deməyim, alverçi elə sizin kimlərə alverçi deyirlər də. Normal bizneslə məşğul olansansa, əslində alverçilər sizin kimlər deyə halalına haram qatır, onu bunu şərləyir. Normal bizneslə məşğul olan mədəni bir insansansa, sən bilməlisən ki, bütün Azərbaycana gələn kargoları biz gedirik, sədərəkdən götürürük. Kimə gəlirsə, sədərəyin girişində sağ tərəfdən dönürsünüz, axıra qədər bütün kargolarımız orada yerləşir. Yəni mən burada 3 dənə, 5 dənə məhsul vurmuram, gedim orada adi kargolardan, bu şəhərin içində olan kargolardan götürürəm. Mən bir məhsul vuranda 1000 dənə, 2000 dənə vururam. Minimum məhsulum 500 ədəd olur. Ona görə məni özünüzlə səhv salmayın. Mən Allaha şükür Instagramda bizi izləyən izləyicilərimiz bilir. Çinə gedilir, oradan mənə malların siyahısı atılır, onu paylaşıram. Türkiyəyə gedirəm, özüm paylaşıram. Rusiyadan məhsul gətirdirəm, hər birini canlı, real paylaşıram. Yəni işim haqqında heç kimə söz dedirmərəm. Ona görə danışanda nə danışdığınızda fikir verin. Artıq əksik danışan hər kəs də cavab verəcək, biləsiniz. Burada biz yenilik YouTube'da, amma Instagramda hər bir şeyimizi şəffaf şəkildə, çeklərə qədər şəffaf şəkildə həmişə paylaşmışıq. Burada indi o demək deyil ki, siz bizi yeni izləyirsinizsə və ya da yeni izləmirsə, hansısa qarnı qurtusuz, gözünüz götürmür deyə istədiyiniz hər şey yaza bilərsiniz. Xeyr. Şəxsən mən buna icazə vermirəm. Mən burada bu videoda heç kimə artıq əksik heç nə demirəmsə, artıq əksik heç nə paylaşmıramsa, mədəni öz vlogumu paylaşıramsa, sən də mədəni şəkildə girəcəksən, izləyəcəksən, çıxacaqsan. İndi ürəyinə xoş gəlir yaz, gəlmir də, xoşuma gəlmir ümumiyyətlə nə izləmə, nə də yazma. Bu qədər məncə nə demək istədiyimi başa düşdünüz. Qızlar, işimiz həddindən artıq orada çox oldu deyə YouTube vlogunun ardını çəkə bilmədim. Elə bugünə qismət imiş. 2 vlogu birləşdirəcəm. Deməli, ləvəngi hazırlayıram. Sadətli gəlirlər bizə qızlar. Qəşəng noxudlu aş eləyirik, noxudlu toyuqlu aş eləyirik. Aşın da yanında həmişə biz ləvəngini mütləq ki eləyirik. Aşın yanına, düyün yanına ləvəngi yaraşar. Birazdan Sadətgil gələcək. Gəlinə qədər dedim bunu atım üstünə. Hazır halında çəkərəm sizə. Bunun üzərində qızlar o özəl sosla eləyirəm mən. Hamı belə sadə turşu duz üstü vurur. Belə mənim bir damcı özəl sosum var. Onu eləyirəm. Yiyən hamı da həqiqətən də çox bəyənir. Belə içərisinə yığıram, bağlayıram. Döşətində mən kəsirəm ki, çiğ qırmızı qalmasın, bişsin. Hətta burasını da indi falqa ilə bağlayacağım ki, ləvənginin içliyi qurumasın, yanmasın, rəngi dəyişməsin. Qıpqırmızı qəşəng olur. Sadətdən gələn bütün izləyicilərə bir qaşıqdan əlavə, məsələn, neçə qaşıq alırsınız alın. 2 muncuqda özüm əlavə atacağam. Hansı muncuqdan çıxarsa söz verirəm. Burada yazıqdır hamısı, yəni nə üçündür. Deməli. Falqa yeyib. Baxın qızlar, indi bu 20 manatda sadət bir qaşıqdır. 20 manatdır. Görün 20 manata ikisi mən əlavə qoydum da vəssalam. Bax bir dənə bu ikisini əlavə qoymuşam, qalanı öz qaşığına çıxandı. Görün 20 manatın nə qədər məhsul yığılacaq bura. Bir ədəd kaşalok. Hansı rəng götürüm? Rəngi özüm burdasan da seçim sağ buraxıram. Məncə rəng. Tamam. Bir ədəd kaşalok. Deməli, bunu da hə, bu getdi. Bir ədəd dəftər. Dəftəri də özün seç bilərsən. Hansını istəyirsən seç. Belə çox adam var uşaqlar üçün şey eləyir, amma Sadət deyə seçirəm. Bir də o da var. Kürəm, əgər məsələn deyək ki, gənc xanım da istəmir uşaq üçün məhsul olsun, onu dəyişdirirəm. Yox, mən uşaq üçün istəyirəm. Hə, sən verirsən. Bir dənə tat seç, Kürəm, rəngini özün seç. Tat seti çıxdı. Hə, tat seti də çıxdı. Rəngini özün seç. Nə rəng olsun? Hansı rəng istəyirsən? Bu. Bu qəşəngdir. Burada ehtiyat olur. Pəmbişdir, sadə pəmbişdir. Bir ədəd üz üçün maska. Üz üçün maska. Hansını qoyun balam? Deyil, bu qəşəngdir. Bu. Deməli, arada nədir? Tempalit. Valla bu nə yaxşı şeydir. Bir dənə tempalit qoyuram. Bir ədəd tonal krem. Tonal kremləri təzədir. Hansı rəngindən qoyun balam? Açıq rəng qoyum, yoxsa orta rəng? Orta. Orta rəng budur da. Hər şeydə var. 15 olmaq effekti verir. Təzədir, ancaq qaşıqdadır. Belə ayrı satışı yoxdur. 20 manatla pul Mustafa qabağa düşdü. Gəlin. Bir ədəd allıq. Allıq burada. Allıq. Hansı rəngi sevir? Qızılı var. Allıq budur. O da orada. Üçüncü sürmət, üçüncü şeydir. Bir ədəd allıq. Şirindir. Qəşəngdir. Deməli bir ədəd. Soysu qışı çıxdı. Maşallah. Qıfıl sadət bunu amma öz çantama taxbacı. Yayda deyirik, istirahətə gedəcəyik. Gedəndə tax keçək çamadanı var.
Ne qəşəngdir. Bir ədəd, Dadı mənim var. bir ədəd highlighter bacı. Az maşallah Sadiq sənə Hansı rengi highlighter? Qızılı var, ağı var, qof var. rəhlərini göstərirəm. Hə, müştərimdə də Özün qəşəng. seç bal. Burada. Bir də Burada burada. yaşlı şey, bir az qəşəngdir. Ağ, Ayrı seçili tamam. olmur da, bacı hamıya eyni. Yəni bu qaşıq elə çıxır. Sadətin izləyicilərinə ikisini hədiyyə edəcəm. Hər dəfə hər Öyle eşitdə qızlar hamınız Baxın, hələ Bunun nə hansı qədər rəngi çox bu dolu da. daşım? Hansı rəng istəyirsən? Makyaj elini vurursan, ya. çox qəşəngdir. Yəni görmür təmişi var. Var. Ya. Bir ədəd bu. Daha sonra Maraqlı bir şeydir. bir ədəd parça Siz də çıxdı. elitməyi yoxlayın, atın. Dodaq qoyum, göz qoyum. Dodaq yaxşıdır. Bax 20 manatdan hər şey aldıq ki. Bu əslində bizdə yeni başlayıbdı qızlar. Ona görə qiymətlərimiz mayadan da aşağı düşür. Çalışın ki, yararlanın. Bir ədəd tamara. Hər iki həftədən bir məhsul dəyişir. İstəyirsən götür Sadiq. Torpaq rəngidir, aşkım rəngi. Geçək. Bu aranjıya çalan renklər sevirəm. Bu iki ədəd qızlar mənim qoyduğum mumcuqdur. Bunun biri lip balımdır. Hansı istəyirsən götür. Fərqi yoxdan sevirsən. Hansı xoş gəlir blokludur. Bir. Bir ədəd Deyirəm lip də, balım. yenisini dadım mənim. Bir ədəd də yəni lip gloss. Lip glossda bax bu göstərir Sadiq. Yeni gəlir gör nə gözəlsən. Allah. Qəşəngdir həqiqətən. Hansı rəngi istəyirsən? Bax burada üstlərində bax, göstərində yox. Bax bu rəngdir. O da torpaq tonu rəngi. Günə aşkım. Hə bax. Hədi rəng. Bir ədəd də lip gloss. Bax Baxın, nə qızlar, qoy nə deyim indi 2 ədəd mən hədiyyə qoydum. Qalan deyəcəm içi məhsul çıxır. Bütün makyajlar alır. Şimdi alıb, biz başqa yerə Tonlar, qoyarlar, bəli. ha. Valla. Ya bu hədiyəlik də qəşəng olar, düz deyir Saadət. Çox gözəl olar. Çox qəşəngdir. 10, 20 manat, valla çox yaxşıdır. Neçə çıxdı, neçə rəng? Ümumi qızlar sadətə 14 ədəddən onun ikisi mən hədiyyə atmışam. 12 ədəd. Öz qaşığına 12 ədəd Bunu məhsul özüm çıxır. müştərimdə də açmışdım. Hə, baxın 20 azin. Çox qəşəng. Ya bunun şey saç Kanalya var, tac var, dəftər var, paçi var, maska var. Hə, olur. Yəni buradakı bütün məhsullar maya dəyərindən aşağı hesablanır çünki bu biznesə yeni başlamışıq. Ona görə hə. Çox sağ olun. Bax 20 manatdan gəlirsiniz, 100 manatdan alışveriş edirsiniz. Valla ağır deyil də. Çox qəşəngdir. Bütün müştərilər hədiyyələrində olur. Valla yəni möhtəşəmdir. YouTube-uma da seçirəm, dostlar görsün. Məncə qızlara da maraqlı olar. Baxın, deməli burada olmuşkən rəng yazın. Tək əllə eləyirəm. Görüm nə qədər çıxacaq başıma. Ay maşallah. 1, 2, 3, 4, 5, 6, 7. Bax qızlar, ən azı çıxanda 7 məhsul çıxır. 7-dən aşağı məhsul çıxmır. Bunun da içərisində baxın çıxdı dəftər. Əgər yaşı böyük gənc xanımsınızsa dəftəri hər hansı bir məhsulla dəyişəcək, narahat olmayın. Bunun içərisində çıxdı tempaleti, oyuncaq çıxdı. Oyuncaq budur. Bu qızlar oyuncaq deyil ya. Bunun içindən bloklu oyuncaq çıxır. Lap öz çantanızı alsın. Bütün çantalarını götürəcəm. Hə, çıxdı paçisi, çıxdı kiprik qıvranı, çıxdı deməli qıfılı. Bu da nə? Hə, vəsə. Buradan da əgər məsələn deyirəm, tutaq ki, qıfıldı odur, budur. 2 məhsul dəyişə bilərsiniz. Seçim. 2 məhsul seçim Bir də qoymuşuq mənim ki, izləyicilərimə dediyi kimi işsizdə. 2 dənə mumcuq əlavə atacağam. Hansı mumcuq çıxırsa, hər iki mumcuq Eyni şey əlavə olmayacaq, daha fərqli bir şey. narahat olmayın. Videomuzu qızlar Saadətlə sonlandıracağım. Özüm başlamışdım, Saadətlə sonlandıracağım. Yenə evdə uzun uzadı video çəkə bilmədim. Çünki vallahi biz bir yerdə olanda o yadımıza Çəkə düşmür. bilmirik. Mən çəkdim, Deyirik, arada gülürük, nə bilim, Ambarda əylənirik. çəkdim. Hə. Ən çox ambarı çəkdim. Yaddan çıxır, video yaddan çıxır. Həqiqətən də ambara gəlmişdik. Saadət öz vloqunda artıq onu detaylı çəkibdi. Nə alıbdı, Neçə nə dəqiqəlik edibdi. çəkmişəm, gedirəm elə evdə. Uzun uzadı bir video çəkibdi ambarda, yəni Saadət. Onu gedib Saadətin vloqunda baxarsınız. Mən burada videomuzu sonlandırıram. Sevirik sizləri. Kanalımıza abunə olub bildirimləri açıb yorum yazmağı unutmayın. Allah'a emanet olun. Bir də bu arada yazmışsınız ki, bəs Leyla xanım Səadət xanımın qurbanına gəlməyib. Əksinə heç mən elə o şeylərə fikir vermirəm. Birinci Leyla mənim bacımdır. İkinci mənim ora öz bacılarım da gəlməyib. Kimin qurbanı varsa onlar gəlib. Leyla da Ağcabəddən gəlirdi. Yəni gecə ilə yorğun və səhəri Allaha and olsun biz sabah bilmişik ki, tarixlə yazışmalarımız da var. Sabah gedəcəyik. Günüz vaxtda mən Leylanı yığdım. Leylanın da belə gecə gəlib işləri var. Ondan da əlavə dediyim kimi, yəni hər kəsin öz qurbanı var idi. Hər kəs gedirdi. 3 nəfər gedirdi. 3 nəfərdən başqa adam getmir. Və qaldı ki, Leylanın gəlib gün Leylaya bir kəlmə desəydik, Leyla başda orada iştirak edərdi. Yəni yazanda baxın görün nə yazırsınız. Biz onsuz da onsuz həmişə bir yerdəyik. Yəni Biz ailəyik. Bizim Ona görə bir-birimizə insanlar- hörmətimiz var. Yəni hər hansı bir yazılan yorum nə mənim qəlbimi bulandırmaz, nə Saadətin qəlbini bulandırmaz. Əgər belə deyim də, onu bu yazanlar çoxsu Gözlər fake'dir. yazır, hə. Düşünürsünüzsə ki, haçansa belə şeylər bizi dalaşdırar, neyniyər, nə qarar. boş şeylər. Bəli, o şeylər boş şeylərdir. Bizi də sevirik. Sizləri hələlik. Yəni çox dirəyə salmayın. Hələlik.